Ay küpe giren karı, hardasan? Ay karı! Hoş gördük küpe giren karı. Senin misilsiz sənətin şöhrəti baş vəzirə çatıb, indi işıqlı dünyanı görmək istəyir. Bircə gözümün ucuyla elimi ovamı görə bilseydim. Bu boynuzlarım üstə, ancaq bir tarafta bir taş üstə. Geçen dəfə Şahin qəzəbindən güclə tutarmışam. Arxayın ol, şah xəbər tutmaz. Misilsiz falçıdır. Əfənəncu, fətəməcməcunə, hiddü xəlai, əfənəncu! Sahip. Ana. Serəngiz. Serəngiz. Sevirəm səni Serəngiz, eşidirsən? Sevirəm. Yerengiz, körlüdün de. Kar ediləksin. Gördüklərim də mənə bəsdir. Bəni Adəm, belə böyük qələbədən sonra mən az qalıram sevincimdən uçum. Amma sən qəmginsən. Nə olub sənə son vaxtlar? Bırax məni şah. Daha bu diyardakı həyata dözə bilmirəm. Nə istəsən elərəm sənin üçün. Ancaq bunu yox. İstəyirsən səni Riqdasın taxtına oturdum. Sür! Mənə heç nə lazım deyil. Amma sən mənə lazımsan. Qaracimlər padişahını zəncirləyib Bəni Adəmi onun taxtında oturdacaq. Ata, elə mən də Akşadın yerində olsaydım elə eləyərdim. Gör nə boyda göz salıb gəmi düzəldib onun üçün. Deyin görüm bu Bəni Adəmlə neyniyək? Şahım görünür o indi başa düşür ki vətən onun üçün hər şeydən şirin. Bunu siz də düşünürəm. Mənə məsləhət verin, məsləhət. Məsləhət verirəm amma qəzəblənmə Şahin. Gəl onu bıraxaq getsin. O indi bizim üçün sıxılmış lumu kimidir. Yox, qərib hələ mənə çox lazımdır. Ölənəcən burada işləməlidir. Yoxsa mən onun qara qaşına, qara gözünə aşiq olmamışam. Nə çox insanlar arasında qızıl hərisi. Başqasını toğlayıb gətirərik. Elə bilirsən başqasını toğlayıb gətirmək asandır. Riqdasın alladıb gətirdiyi o Bəni Adəm indi də zindanda çürüyür. Aha, yaxşı yadıma düşdü. Nə qədər ki gec deyil, qərib başa düşməyib o qoca Bəni Adəmin işini bitirmək lazımdır. Ged o zindandakı Bəni Adəmin işini bitir. Bura gəlin. Bum bum eşittin? Bomboşdur. Bum bum eşittin? Amma mənim başım güm eləyir. Bax buna deyərəm bax. Şah sağ olsun cinlər diyarında ikinci belə baş tapılmaz. Bəsdir yaltaqlıq elədiniz. Hiylə lazımdır. Onu yoldan çıxarmaq üçün hiylə işlətməliyik. Başa düşün, o ömrünün axırına qədər burada qalıb xidmət eləməlidir bizə. Əgər bu baş tutmasa, qərib boyun qaçırsa, onu öz əllərimlə parça-parça eləyib, hər tikəsini bir cinimə gedirdərəm. Gərək biz qəribin qızıla, dövlətə hərisliyindən axıracan istifadə eləyək. O mənə inanır.
kimsən oğul? Mən Akşadın vəziriyəm. Necə düşmüsən bura? Bu uzun söhbətdir ata. Başa düşürəm oğlum. Mən də əvvəllər insan idim sənin kimi. Amma heç indi ağlamaqdan tor gəlib gözümə. İşgəncədən canımda taqət qalmayıb. Neçə dəfə qaçmaq istədim. Amma zalım Riqdas. Riqdas daha yoxdur ata. Akşad mənim köməyimlə onu məğlub elədi. Bədbəxt. Gör kimin üçün vuruşubsan. Cinlərin ürəyi olmur. Bunu başa düş. Qaç qutar. İblisin üzüyü sənin barmağında. O yüzük sehirlidir oğlum. Qaşını sürtüb İblisi çağırsan, mən ölürəm. Yox, ölmə ata. Səndən bir yerdə yol taparıq vətənə. Ata!